günlük əmək haqqını tapmaq üçün aylıq əmək haqqını böləcəyik 30,4-ə. 30,4 aylıq əmsal sayılır. Necə hesablanır 30,4? Aylıq əmsal bərabərdir 365 gün ilin günlərin 12 aya bölsək, zaten orta aylıq əmsalı, yəni 30,4'ü almış olacaq. Və orta günlük əmək haqqını taparkən dedik aylıq əmək haqqını böləcəyik orta aylıq əmsalı. Yəni bölərdiniz zəhmət olmasa 1000'i 30,4'ə bölsək nə alınacaq? Bölünsün 30,4. 32 manat 90 qəpik. Deməli, orta günlük əmək haqqımız olacaq 32 manat 90 qəpik. 21 gündür. Tutaq ki, bizim işçimiz tibb işçisidir və 12 stajı var. O zaman nə olacaq? Standart məzuniyyət müddəti 30 gün və 12 stajı varsa 4 gündə əlavə gələcək üzərindən 34 gün məzuniyyət müddəti olacaq. 34 günü vuracaq 32 manat 90 qəpiyə. Bu da eləyəcək 1118 manat 60 qəpik. 1118 manat 60 qəpik. Deməli, bizim işçiyə hesablanan gross əmək haqqı 1118 manat 60 qəpik olacaq.